Salam əziz müəllimlər, mən Səbinə Yusubova. Bu gün sizlərlə texnologiya fənni üzrə 4-cü mövzu olan 5-ci sinifdən 4-cü mövzu olan tərəvəzlərin becərilmə texnologiyası mövzusunun izahına baxacağıq. Demək, ilk olaraq başlayırıq əsas vacib olan məqamlardan danışacağıq. Burada qidalı maddələr bitkilərdə harada yerləşir? Pomidorda və xiyarda, digər bitkilərdə. Pomidor və xiyarda, meyvələrdə, kök və çuğundurda, köklərdə, cəfəri və şüyüddə isə yarpaqlarda yığılır. Şüyüd, cəfəri, çeşniş, nanə, reyhan kimi bitkiləri isə, göyərtiləri isə ədviyyat kimi istifadə etmək olar. Daha sonra pomidor nə zaman gətirilmişdir Avropaya? Pomidor Avropaya 16-cı əsrin ortalarında Cənubi Amerikadan gətirilib. Pomidorun meyvələri o zamanlar xırda, sarımtıl qızıl rəngdə olduğu üçün ona pomidor, yəni qızıl alma adını vermişlər. Daha sonra baxırıq, pomidor növləri bir-birindən rənginə, quruluşuna və dadına görə fərqlənir. Qida çuğunduru nədir? Qida çuğunduru tünd qırmızı rəngli tərəvəz bitkisidir. Şorba, salat və şirələrin hazırlanmasında istifadə olunur. Pomidor necə bitkidir? Pomidor bir illik işıq və istilik sevən ot bitkisidir. Pomidor bitkisinin cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr 100-130 gün təşkil edir. Daha sonra pomidor ştillərinin becərilməsi üçün bizə nə lazımdır? Yeşik lazımdır, drenaj lazımdır, torpaq lazımdır, polietilen plyonka lazımdır, su səpən, xırda stəkanlar, kiçik payalar və pomidor toxumu lazımdır. Demək, drenaj nədir? Drenaj fransız sözü olub, xəndəklər və ya borular vasitəsilə torpağın susuzlaşdırılmasıdır. Daha sonra pomidor toxumlarının becərilməsindən öncə ilk olaraq pomidor ştillərinin becərilməsi üçün texnoloji xəritə hazırlamaq lazımdır. Yəni ilk işimiz nədir? Texnoloji xəritəni hazırlamaqdır. Daha sonra pomidor toxumları 2-3 saat isitmə sisteminə yaxın yerdə saxlanılır. Toxumlar 30 dəqiqə tünd və nöfşəyi manqan məhlulunda saxlamaq lazımdır. Suyun üzünə çıxan məhlullar, toxumlar üzr istəyirəm. Maye ilə birlikdə atmaq lazımdır. Qalan toxumları isə yuyub salfetlə qurutmaq lazımdır. Daha sonra əkmək üçün yeşik hazırlamaq lazımdır. Drenajı dibinə yerləşdirdikdən sonra 15-20 sm hündürlüyündə münbit torpaq töküb sulamaq lazımdır. Və kiçik paya ilə də şırımlar açmaq lazımdır. Daha sonra cücərtilər çıxmağa başlayandan 4-6 gün sonra örtüyü çıxarmaq lazımdır. Daha sonra nə var? 3-4 yarpaq açandan sonra ştillər, onların yerini dəyişmək lazımdır. Və onları təzə yeşiyə, belə deyə, və yaxud da ki, torpağa əkmək üçün bir-birinə 8-12 sm məsafə qoymaq lazımdır, ara qoymaq lazımdır. Ştillər 10-15 sm hündürlüyə çatanda isə onları daimi yerlərinə dipçəyə və yaxud da ləkə əkmək lazımdır. Bu qədər müəllimlər, hər birinizə uğurlar arzu edirəm.